Əl-Fəth, Fəth surəsi Mədinədə nazil olmuşdur. 29 ayədir. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. İnna fətəhnə ləkə fətən mubinə. Həqiqətən biz sənə zəfər, kafirlərə qarşı dəlil sübutlarla və çoxlu qələbələrlə mübarizədə aşkar bir zəfər bəxş etdik ki, لِيَغْفِرَ لَكَ اللَّهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِكَ وَمَا تَأَخَّرَ وَيُتِمَّ نِعْمَتَهُ عَلَيْكَ وَيَهْدِيَكَ صِرَاطًا مُسْتَقِيمًا. Allah sənin keçmiş və gələcək günahlarını bağışlasın. Kafirlərin, onların müqəddəslərinə ehtiramsızlıq kimi səndə gördükləri günahları Allah kəlməsini ucaltmaqla yox etsin və sənin özün üçün günah saydığın daha üstün əməlin tərk edilməsini, mərhəmətini şamil etməklə bağışlasın, sənə olan nemətini tamamlasın, səni doğru yola hidayət etsin. وَيَنْصُرَكَ اللَّهُ نَصْرًا عَزِيزًا. Və sənə güclü və yenilməz bir yardımla kömək etsin. هُوَ الَّذِي أَنزَلَ السَّكِينَةَ فِي قُلُوبِ الْمُؤْمِنِينَ لِيَزْدَادُوا إِيمَانًا مَعَ إِيمَانِهِمْ وَلِلَّهِ جُنُودُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًا. Möminlərin imanları üstünə iman artırmaq üçün onların qəlblərinə xatircəmlik və rahatlıq nazil edən odur. Göylərin və yerin müxtəlif orduları, həm yaradılış aləmində ixtiyara malik mələklər, cinlər və insanlar, həm də səbəblər silsiləsində fəaliyyət göstərən, ixtiyara malik olmayanlar Allaha məxsusdur. Allah həmişə bilən və hikmət sahibidir. لِيُدْخِلَ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَيُكَفِّرَ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَكَانَ ذَلِكَ عِنْدَ اللَّهِ فَوْزًا عَظِيمًا. Mömin kişi və qadınları həmişəlik qalmaları üçün ev və ağaclarının altından çaylar axan cənnətlərə daxil etmək və onların günahlarını təmizləmək üçün. Bu Allah yanında böyük uğurdur. وَيُعَذِّبَ الْمُنَافِقِينَ وَالْمُنَافِقَاتِ وَالْمُشْرِكِينَ وَالْمُشْرِكَاتِ الظَّانِّينَ بِاللَّهِ ظَنَّ السَّوْءِ عَلَيْهِمْ دَائِرَةُ السَّوْءِ وَغَضِبَ اللَّهُ عَلَيْهِمْ وَلَعَنَهُمْ وَأَعَدَّ لَهُمْ جَهَنَّمَ وَسَاءَتْ مَصِيرًا. Və Allah barəsində pis gümanlı olan münafiq kişi və qadınlara, həmçinin müşrik kişi və qadınlara əzab versin. Zamanın pis hadisələrinə tuş gəlsinlər. Allah onlara qəzəb edib, onlara lənət edərək rəhmətindən uzaqlaşdırıb və onlar üçün cəhənnəmi hazırlayıb. Ora pis dönüş yeridir. وَلِلَّهِ جُنُودُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَكَانَ اللَّهُ عَزِيزًا حَكِيمًا. Göylərin və yerin müxtəlif orduları Allaha məxsusdur. Allah həmişə yenilməz qüdrət və hikmət sahibidir. İnna أرسلناك شاهدا ومبشرا ونذيرا. Ya Muhammed, həqiqətən biz səni
ümmətinin əqidə və əməllərini dünyada görən və axirətdə şəhadət verən şahid, itaətkarlara müjdə verən və günahkarları qorxudan bir peyğəmbər olaraq göndərdik. لِتُؤْمِنُوا بِاللَّهِ وَرَسُولِهِ وَتُعَزِّرُوهُ وَتُوَقِّرُوهُ وَتُسَبِّحُوهُ بُكْرَةً وَأَصِيلًا. Göndərdik ki, siz insanlar Allaha və onun elçisinə iman gətirəsiniz, ona kömək edəsiniz, böyük sayıb ehtiram göstərəsiniz və səhərlər və axşamlar onu zikr edərək hər bir eyb və nöqsandan paçlıqla xatırlayasınız. İnnellezîne yubâyi'ûneke innemâ yubâyi'ûnallâhe yedullâhi fevqa eydîhim femen nekethe fe innemâ yenkusu alâ nefsihi وَمَنْ أَوْفَى بِمَا عَاهَدَ عَلَيْهُ اللّٰهَ فَسَيُؤْتِيهِ أَجْرًا عَظِيمًا. Həqiqətən, Hüdeybiyyədə sənə beyyət edənlər, əslində Allaha beyyət edirlər. Sənin, onların əlinin üstündə olan əlin, Allahın əlidir. Buna görə də, kim əhdi pozsa, yalnız öz ziyanına pozur. Və kim barəsində Allahla əhd bağladığı şeyə vəfa etsə, Allah tezliklə ona böyük bir mükafat verəcəkdir. سَيَقُولُ لَكَ الْمُخَلَّفُونَ مِنَ الْأَعْرَابِ شَغَلَتْنَا أَمْوَالُنَا وَأَهْلُونَا فَاسْتَغْفِرْ لَنَا يَقُولُونَ بِأَلْسِنَتِهِم مَّا لَيْسَ فِي قُلُوبِهِمْ قُلْ فَمَنْ يَمْلِكُ لَكُمْ مِنَ اللَّهِ شَيْئًا إِنْ أَرَادَ بِكُمْ ضَرًّا أَوْ أَرَادَ بِكُمْ نَفْعًا بَلْ كَانَ اللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرًا. Tezliklə bədəvi ərəblərdən, Hüdeybiyyədə səninlə birgə iştirak etməyib yerdə qalanlar sənə deyəcəklər: mal, dövlət və ailələrimiz, onların qorunması bizi özünə məşğul etdi. Odur ki, bizim üçün Allahdan bağışlanmaq dilə. Onlar dilləri ilə qəlblərində olmayan şeyi deyirlər. De, əgər Allah sizə bir zərər və ya xeyir vermək istəsə, Allahın qarşısında kim bir şeyə malikdir və onun istəyinin qarşısını ala bilər? Əksinə, Allah etdiklərinizdən həmişə əzəldən xəbərdardır. بَلْ ظَنَنْتُمْ أَنْ لَنْ يَنْقَلِبَ الرَّسُولُ وَالْمُؤْمِنُونَ إِلَى أَهْلِيهِمْ أَبَدًا وَزُيِّنَ ذَلِكَ فِي قُلُوبِكُمْ وَظَنَنْتُمْ ظَنَّ السَّوْءِ وَكُنْتُمْ قَوْمًا بُورًا. Sizin cihadı tərk etməyinizin əsas səbəbi o deyildi. Əksinə, siz bu Peyğəmbər və möminlərin heç vaxt öz adamlarının yanına qayıtmayacaqlarını və Qüreyş kafirlərinin əli ilə öldürüləcəklərini güman edirdiniz. Və bu batil güman qəlblərinizdə cilvələndi və belə pis gümana düşdünüz ki, Allah öz Peyğəmbərinə kömək etməyəcəkdir. Siz fəsad törədən və məhvə layiq bir dəstə idiniz. وَمَنْ لَمْ يُؤْمِنْ بِاللَّهِ وَرَسُولِهِ فَإِنَّا أَعْتَدْنَا لِلْكَافِرِينَ سَعِيرًا. Kim Allaha və onun Peyğəmbərinə iman gətirməsə, bilsin ki, əlbəttə biz kafirlər üçün şöləli bir od hazırlamışıq. وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ يَغْفِرُ لِمَنْ يَشَاءُ وَيُعَذِّبُ مَنْ يَشَاءُ
وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا. Göylərin və yerin həqiqi mülkiyyət və hakimiyyəti Allaha məxsusdur. Çünki onların yaradılması, qorunması, idarə edilməsi və məhvi onun qəti iradəsindən asılıdır. Günahkarlardan istədiyini bağışlayır və istədiyini əzab verir. Allah həmişə bağışlayan və mehribandır. سيقول المخلفون إذا انطلقتم إلى مغانم لتأخذوها ذرونا نتبعكم يريدون أن يبدلوا كلام الله قل لن تتبعونا كذلكم قال الله من قبل فسيقولون بل تحسدوننا بل كانوا لا يفقهون إلا قليلا. Hüdeybiyə hadisəsindən yerdə qalanlar, siz Xeybərdən qənimətləri götürməyə yollananda, tezliklə sizə deyəcəklər, qoyun biz də sizin arxanızca gələk. Onlar Allahın, yerdə qalanların növbəti qənimətlərdən məhrum olmaları barəsində lövh-i məhvuzda yazılmış əzəli sözünü dəyişdirmək istəyirlər. De, əsla bizim dalımızca gəlməyəcəksiniz. Allah bundan əvvəl, əzəldən belə buyurmuşdur. Onlar tezliklə deyəcəklər, Allah qadağan etməyib, əksinə, siz bizə paxıllıq edirsiniz. Belə deyil. Sadəcə olaraq onlar az bir qismi istisna olmaqla anlamırlar. قل للمخلفين من الأعراب ستدعون إلى قوم أولي بأس شديد تقاتلونهم أو يسلمون فإن تطيعوا يؤتكم الله أجرا حسنا وَإِن تَتَوَلَّوْا كَمَا تَوَلَّيْتُم مِّن قَبْلُ يُعَذِّبْكُمْ عَذَابًا أَلِيمًا. Bədəvilərdən sizinlə getməyib yerdə qalanlara de, tezliklə möhkəm və cəngavər insanlara, onlarla mübarizəyə tərəf çağırılacaqsınız ki, onlarla vuruşasınız, ya da onlar İslamı qəbul etsinlər. Beləliklə, əgər itaət etsəniz, Allah sizə gözəl mükafat verəcəkdir. Əgər bundan əvvəl üz döndərdiyiniz kimi yenə üz döndərsəniz, sizə ağrılı bir əzab verəcəkdir. لَيْسَ عَلَى الْأَعْمَى حَرَجٌ وَلَا عَلَى الْأَعْرَجِ حَرَجٌ وَلَا عَلَى الْمَرِيضِ حَرَجٌ وَمَنْ يُطِعِ اللَّهَ وَرَسُولَهُ يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ وَمَنْ يَتَوَلَّ يُعَذِّبْهُ عَذَابًا أَلِيمًا. Cihadda iştirak etməməyə görə kora da günah yoxdur, topala da günah yoxdur, xəstəyə də günah yoxdur. Kim Allaha və onun Peyğəmbərinə itaat etsə, Allah onu ev və ağaclarının altından çaylar axan cənnətlərə daxil edər. Kim üz döndərsə, ona ağrılı bir əzab verər. لَقَدْ رَضِيَ اللَّهُ عَنِ الْمُؤْمِنِينَ إِذْ يُبَايِعُونَكَ تَحْتَ الشَّجَرَةِ فَعَلِمَ مَا فِي قُلُوبِهِمْ فَأَنزَلَ السَّكِينَةَ عَلَيْهِمْ وَأَثَابَهُمْ فَتْحًا قَرِيبًا. Şübhəsiz Allah möminlərdən onlar Hüdeybiyyədə ağacın altında sənə beyət edən zaman razı qaldı. Onların qəlblərində olanı, niyyətlərinin saf və gözəlliyini bildi. Nəticədə onlara ürək rahatlığı və xatircəmlik nazil etdi və onlara yaxın qələbəni, Xeybər qələbəsini mükafat verdi.
ومغانم كثيرة يأخذونها وكان الله عزيزا حكيما. Həmçinin Xeybərin fəthində götürəcəkləri çoxlu qənimətləri mükafat verdi. Allah həmişə yenilməz qüdrət və hikmət sahibidir. وعدكم الله مغانم كثيرة تأخذونها فعجل لكم هذه وكف أيدي الناس عنكم ولتكون آية للمؤمنين ويهديكم صراطا مستقيما. Allah sizə gələcəkdə götürəcəyiniz çoxlu qənimətləri vəd etmişdir. Bunu, Xeybər qənimətini sizə tez verdi və cəmaatın təcavüzkar əlini dəf etdi ki, Allaha təslim olasınız. Bunu ona görə etdi ki, bu qələbələr möminlər üçün Allahın qüdrət və mərhəmətinin nişanəsi olsun və sizi doğru yola yönəltsin. وأخرى لم تقدروا عليها قد أحاط الله بها وكان الله على كل شيء قديرا. Allah sizə hələ əldə etmədiyiniz digər qənimətləri vəd edib. Şübhəsiz, Allah vücud, qüdrət və elm baxımından onları əhatə etmişdir. Allah həmişə hər şeyə qadirdir. وَلَوْ قَاتَلَكُمُ الَّذِينَ كَفَرُوا لَوَلَّوُا الْأَدْبَارَ ثُمَّ لَا يَجِدُونَ وَلِيًّا وَلَا نَصِيرًا. Əgər küfr edənlər sizinlə vuruşsalar, mütləq sizə arxa çevirər və məğlub olar. Sonra bir başçı və yardım edən tapmazlar. سُنَّةَ اللَّهِ الَّتِي قَدْ خَلَتْ مِنْ قَبْلُ وَلَنْ تَجِدَ لِسُنَّةِ اللَّهِ تَبْدِيلًا. Peyğəmbərin bu qələbəsi yazısı əvvəlcədən lövh-i məhvuzda, baş verməsi isə ümmətlərdə keçmiş ilahi bir qanundur və sən Allahın qanununda əsla bir dəyişiklik tapmazsan. وَهُوَ الَّذِي كَفَّ أَيْدِيَهُمْ عَنْكُمْ وَأَيْدِيَكُمْ عَنْهُمْ بِبَطْنِ مَكَّةَ مِنْ بَعْدِ أَنْ أَظْفَرَكُمْ عَلَيْهِمْ وَكَانَ اللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرًا. Məkkənin göbəyində, hərəmə yaxın olan Hüdeybiyyədə sizi ora daxil olmaqla qalib etdikdən sonra onların əllərini sizdən və sizin əllərinizi onlardan çəkən odur. Allah həmişə etdiklərinizi görəndir. هم الذين كفروا وصدوكم عن المسجد الحرام والهدي معكوفا أن يبلغ محله ولولا رجال مؤمنون ونساء مؤمنات لم تعلموهم أن تطؤوهم فتصيبكم منهم معرة بغير علم ليدخل الله في رحمته من يشاء لو تزيلوا لعذبنا الذين كفروا منهم عذابا أليما. Onlar küfr edən, sizi Məscid-ül-Həramın ziyarətindən saxlayan və həmçinin sizin qurbanlığınızın öz yerinə, Məkkə və ya Minaya çatmasına mane olan kəslərdir. Əgər sizin tanımadığınız və Məkkə kafirləri ilə qarışıq yaşayan mömin kişi və qadınları tapdamağınız və bilmədən bu yolla sizə bir zərər və narahatçılıq və diyələr yetişməsəydi, sizin onlarla vuruşmağınızın qarşısını almazdı. Belə etdi ki, sizdən və kafirlərlə qarışıq yaşayan müsəlmanlardan istədiklərini öz mərhəmətinə daxil etsin
Əgər onlar müsəlmanlardan ayrı olsaydılar, onların küfr edənlərinə ağrılı bir əzab verərdik. إذ جعل الذين كفروا في قلوبهم الحمية حمية الجاهلية فأنزل الله سكينته على رسوله وعلى المؤمنين وألزمهم كلمة التقوى وكانوا أحق بها وأهلها وكان الله بكل شيء عليما. Yada sal o zamanı ki, kafirlər öz qəlblərində cahiliyyət, qəzəb və təəssübü yerləşdirdilər və Hüdeybiyyədə Peyğəmbərin və onun səhabələrinin Məkkəyə daxil olmalarının qarşısının alınması müqaviləsini imzaladılar. Onda Allah öz Peyğəmbərinə və möminlərə xatircəmlik və qəlb rahatlığı nazil etdi və təqva, tövhid, səbat və təslim kəliməsini onlara qoşdu və onlar ona və onun əhlinə daha layiq idilər. Allah həmişə hər şeyi biləndir. لقد صدق الله رسوله الرؤيا بالحق لتدخلن المسجد الحرام إن شاء الله آمنين محلقين رؤوسكم ومقصرين لا تخافون فعلم ما لم تعلموا فجعل من دون ذلك فتحا قريبا. Həqiqətən Allah öz Peyğəmbərinin yuxusunu, yuxuda ona dediklərini haqq olaraq gerçəkləşdirdi ki, siz Allahın istəyi ilə mütləq təhlükəsiz, başınızı qırxmış, tük və dırnaqlarınızı qısaltmış halda və heç kəsdən qorxmadan Məscid-ül Harama daxil olacaqsınız. Beləliklə Allah sizin bilmədiklərinizi, bu vədin gələn ilə aid olmasını və onun təxirə düşməsində bir sıra hikmətlər olmasını bildi və ondan qabaq yaxın qələbəni, doğrudan da böyük qələbə olan Hüdeybiyyə sülhünü qoydu. Huvəl-ləzî ərsələ rəsûləhu bil-hudâ və dînil-haqqi liyuzhirahu aləd-dîni kullih və kəfə billâhi şəhîdə. Məntiq və dəlil sübut ilə və ya davamçılarının dünyaya hakim olmaları baxımından bütün dinlərə qalib etmək üçün öz Peyğəmbərini hidayət çırağı və haqq dinlə göndərən odur. Bu məsələyə şahidlik üçün Allah kifayətdir. Muhammedur Rasulullah vəl-ləzīne ma'ahu əşiddâ'u aləl-kuffâri ruhamâ'u beynəhum تراهم ركعا سجدا يبتغون فضلا من الله ورضوانا سيماهم في وجوههم من أثر السجود ذلك مثلهم في التوراة ومثلهم في الإنجيل كزرع أخرج شطأه فآزره فاستغلظ فاستوى على سوقه يعجب الزراع ليغيظ بهم الكفار وعد الله الذين آمنوا وعملوا الصالحات منهم مغفرة وأجرا عظيما. Muhammed Allah'ın peyğəmbəridir. Onunla birgə olanlar kafirlərin qarşısında güclü və sərt,
öz aralarında isə mehribandılar. Onları həmişə rüku və səcdə halında, daim Allahın lütf və bəxşişini və onun razılığını diləyən görərsən. Onların ibadət və itaətkarlıqlarının nişanəsi səcdə nəticəsində üzlərində görünür. Bu onların Musanın Tövratındakı vəsfidir. Onların İsa'nın İncilindəki vəsfi isə Allahın kənarlarından çıxardığı və gücləndirdiyi, nəhayət qalınlaşaraq möhkəmlənmiş və əkinçiləri təəccübə salan bir tərzdə öz gövdəsi üzərində dayanan əkin kimidir. Allah onların vasitələri ilə kafirləri qəzəbləndirmək üçün belə edib. Allah onlardan iman gətirib, yaxşı işlər görənlərə bağışlanma və böyük mükafat vəd etmişdir.